Ümumiyyətlə, həbsxana həyatı çətindirmi? Çox çətindir. Allah, heç nə demirəm. Bütün xalqıma deyirəm, bütün ana bacılarıma deyirəm. Qurban olum onlara. Belə balalarını bu boyda vaxtından qorusunlar. Qoymasınlar ora. Qoymasınlar. 18-19 yaşından sonra getməz onlar. Ay sağ ol. Yox, yox, yox. Yəni ağlı kəsməyən vaxtı gedəcək. Ay sağ ol. 13-14 yaşlar apasmadı. Düşmədilər belə vaxtından ki, qarışma, anlanmadılar ki, o... Bəli. Aclıq da var da, bilirəm. Bəli. Yoxsulluq, susur. Bəli. Onu qorusunlar. Qorusunlar, balaları ora düşməsin. Düşməsin. Yəni siz görmüsünüz bunu? Düşməsin. Yox, yox, yox. Düşməsinlər. Nə bura, nə ora. Buranda kolonları bilirəm nədir, orada bilirəm, Rusiya. Amma mən sənə onu deyim, indi bir söz dedim. Rusiya da ağırdır. Mən meşəsində, Lesapavalda olmuşam. Fatma xanım, indi açıq deyim. Meşəni kəsirdim, bir də onu gördüm ki, göy-göydən canavar, motorun səsinə yaxın gələ bilmir, axı motoru belə kəsirdim. Başa düşdüm. Fatma xanım, sizə bir söz deyim. Sizə o vaxt, məsəl üçün, bir neçə dəfə həbsə düşəndən sonra içəri ki, düşürdünüz ha. Sonra çıxırsan. Hörmət var idi sizə içəridə də. Hörmət, hər kəsənin öz yeri var. Doğrudan. Oğlum, 10 dənə stakan qoyur, hər stakanın öz yeri var. Kimə hansı skanda çay versin. Mənə hörmət olmasa, mən sağ gələrdim oradan bura.